Assalamu alaykum. Qadrdonlar, yaxshimisizlar? Sog'lom yuribsizlarmi? Armonga, salomatlikda, sog'likda görüştüğümüzden xursandman. Şu bir qisqa video joylab o'tamiz. Parandalarimiz geçi yem vaqti hazır. Şu geçi yemlerini yemiş yeyip durdular. Şimdi yangi induklarımız koşulmaydı. 3-4 gün. Qarşı sorab durdular. Taze induk aldım. Koşulmaydı. Cəssək oladı. Dostlar, taze gələn нәрsə bir koşuluşu vaxt gerek. 3-4 gün, həftə vaxt. Keyin koşulup gedədə birdən koşulmaydı. Şöylərini səhət növbət alış gerek dostlar. Ve yine cay. Her biri yatsıraq. Səhər bir girişdə, koşulup geçişdə. Kıyaladı da o nərsələ. Səbəbi şöyle yürgələr koşmaydı, koşası gəlməydi taze gələn nərsəni. Çok adı, başqa adı, həm yemişə, rasyona, ürəyən işi gerek de bu nərsələ. Taze koşulğan induklar, yani rasyon ve de yeyip içərə səl könük işi ürəyən işi gerek. Səbəbi o, məsələn, o əvvəlki cayında başqaça yem, başqa nərsələr yetişdirən olsun mümkün. Yana gələn ki, yemiş özgərədi. Şunun üçün həm səl bir mazas kaskanlıyım oladı bir 2 gün. İçi geçecek oladı, səl içində ağırlıqla buluşu mümkün. Şöylərinə etibar alış gerek de dostlar. O da hər gün məsələn telefon aldılar, telefon tutdular şu. O 5-6 adam telefonu, şimdi taze koştum. Şimdi ne oldu, arqılab qaldı, kəsəl oldu. Taze koşulğan nərsə 10 ek gəlib koşsanız 5-sə 6-sı bir koşuluş qıyım o. Arqlıydı, başqa boladı, yeyib içməydi dərrön geyəndən. Aynıqsa yaxşı baxılğan nərsələr. Məsələn, əvvəlki yürgən özünün şəraitində əvvəlki iyəsi onu yaxşı baxqan oluşu mümkün. Ötə zor yem bilən, ötə güclü yem bilən, doğ kətdə boğan oluşu mümkün. Şula başqa cay özgərəyəndə bər bir yeminin çəl yaxşı bərən bilənəm, bər bir koşuluş qıyım o. Yani açıraq yürüyen yaxşı baxılmayan, baxı yaxşı olmayın duqlar. Şimdi ilə asanızda tez girişib gedirlər. Səbəbi yem tələb etədən orqanizm və bu arıqraq aç yürüyenin hesabına şu tez girişib tez koşub gedir. Az görsəm sizlərə. Tarzını alınğandan 80 bin somlardan mı şimdi də alınğan induklarım var. Şu gəndə koşub getdilər induklar. Bu kimlidir ya, nətişməz lan o yaxşı baxmaydı. Həmə özü zor bakadı induklu. Bir arasında ya yaxşı yemeyen, içmeyen kişinin raqlarını çıxadılar bazar. Ana. Üzərimizə məsəl gözümüzə yaxmasa başqa olsa çıxıb satışa hərəkətləmiz yine kanatlarını qırqqallar. İçinə induk duman irgi pərtiyəməz. Geçraq çıxan, lakin boyu bəst yaxşı yine gördünüzlər. Bu induklar şu geyəndən girişib getədilər. Vuruşmaydı, başqa etmeydi. Şu koşulup yiyip içip tez koşuladık bunlar. Bunlar induklar. Öte zor, tuxum düzü üçün zor induklar. Baxalım. Hani induklarım bir özüm yaxşı görüb havas etib bakamayıb. Bu aklı aynı. 2 illik. Bunlar kəsəldən manka qallar. 2 il yanvarın birində tuxuma girib elə şu indukumuz. Bu il hazırsa tuxuma girmə indukdur. Tuxuma girə edəb kütdüm. Kütüb durmayındı. Tez yaxın ortalarda tuxuma girib qalışı gerek indukumuz. Şu hadise lekin tuxuma girmedi. 3 yıl 1 yanvardan tuxum bərişini başladı. Fevralda keyin yatıp qaldı kürk olub. Büyür hem şunu kütüpədik, yok bu il olmayacak.
Şu bana tarafta induklarımız həməsi bir taza qoşulğandan, bir 3 günlük, həftəlik təgər qoşulğan induklar. Həməsi. Hər bir qoşuluş keyin. Şuların az yeyip içip durğan nərsəsi buğday kəpək, şalı kəpək, seçkə, buğdayın özü pişkəni. Pişib durdular. Gəşiri var içində, şu üydən çıxan arxıl pamoyla. Gəşir poz, piyaz poz, şu nərsələr. Hazır soğuk havada şunu nərsələr, bu təmil nərsələrin bəriən yaxşı. Yemini pişirib bərsəsəli köpəyədir, səbəbi su bilən. Eğer şərait doğru gəlsə pişirməyim bərsəm, yaxşı effekt verədir. Lakin bizəni sər köp boğandan keyin yep içər, köp keçkən hesabına mən pişirməsəm olmayacaq. Pişirgənimdən keyin bu nərsəni köpəyədir yemlə. Şuna pişirib bərəməm. 2 vaxt yedi bunlar, 2 vaxt azanda şu 9 yollada, geçirək şiməlli 4-5-lədə yem yedilər. Günün boyu açıq yürütdülər dışarıda. Enguşkelerimiz diken şu gap. Bir de enguşkelerimiz enguşkeler alı yem verilmedi indi bulanı. Bula aç. Bulanı yemlerini verip indi hazır. Aç mı mesela aç. Drodon aylarına hazırca bir 100 tane bir pərəndə inguşkəsi qalır. 100 tane ördək inguşkə. Sekkəmizə bemal altı çıxadı. Daha alasa niyetimiz bax 100 ət daha alasa. Gen gətirib durup kengillərdən keyin görəmiz. Əgər yenə köpək bax bir şəraitimiz bolsa, yenə köpəytirib baxış niyetimiz daha alasa. Yine xorazları bemal qoşulmağa təyar xorazı. Həməsi yaşlı. Yaş büyük nərsələr. Şu akını bilmeyin Nurtman. Dostlar düşüngenle ayıp versin. Ak büyülgü mü ya illengen nerse. İllengene önce oxşatmayın Nurtman. Bu mənimcə ertə çıxan oluşu gerek. O ilk pərtələ mart, apreldə çıxan o pərtələrdən bolsa gerek də bu oladım. Düşsəs önce kət təməz. Bundan kət də karenguşçələrim var. Yani baş rahatladı. Yanındaki özü. Ona geçen kanat kırkılgaların düz ses kette bunu. Bir kuşlarımızdan düz ses kette önce. Kanat kırkılgalı uçurmayın. Dostlar 40 var kanatın ilacı varsa 40 maslık gerek. 40'ın bilinmesinden kırkılganı. Kanat kırkılganı biliniş şart emas. Arasından bir 3 tane kanat kırksanızda seyrek rakatıp bir yan tarafına. Yeterli şu. Uçmaydı lakin kanat kırkılganı bilinmeydi. Hoş ray olayı böyle. Ama kırkılmıyor bizden göre. Uçup yetmeydi. Uçsam indi bizə də uça da legend uçqandan aytarlar der. Şu inguşen yurtdu, köçəyə çıxdı. Ya bir qoşuna uçub getdi də. Kəmdən kəm bu halət məndə başdı küzətilməydi. Yaxında bir mərtə şunun oldu, bir yola çıxıbdı. Lakin nimir uzağa getib, başqa yerlərə getib qalış halatları. Bu da şükür bizədən çox küzətilməydi bu məsələ.
Dostlar bize de şunun gaplar. Sağ olun, aman olun. Qollab quvvatlab tursanız xursand bo'lamiz. Hammaga omad.